Salam, axşamınız xeyir olsun. Mən biologiya müəllimi Məhsət Hüseynli. Bugün sizə çoxalma inşaat bölməsinin 45 və 52-ci suallarını izah edəcəm. Təzədim toplusun suallardır. Mənə maraqlı gəldi. Ümid edirəm izah sizin üçün aydın və anlaşılır olar. Başlayaq 45-ci sualda. Deməli, ilk əvvəl deyir, embrional inkişaf dövründə hansı doğrudur? Başlanğıc dövrü başladığı yerdə bitir. Xeyr, başladığı yerdə bitmir. Gedir uşaqlıqda bitir. Rüşeym dövründə yaranıb, rüşeym dövründə yaranmayıb, başlanğıc dövrdə yaranıb. Ziqotun ilk ucuna bölünməsi implantasiyadan sonra baş verir, səhvdir. Boruda gedir bu proses. Cift hormon ifraz etməyə başlayanda döl dövrü başlayır. Xeyr, yarandıqdan bir ay sonra hormon ifraz etməyə başlayır. Yarandığı anda döl dövrü başlayır. Hormon ifraz etdiyi vaxtdan yox. Sarı cisim hər üç dövrdə hormon ifraz edir. Bəli, başlanğıc dövrü, rüşeym dövrü və döl dövrünün ilk 2 ayı. İlk 3 ayı, bətin daxili inkişafın 3 ayı sarı cisim hormon ifraz edir. Cift hormon ifraz eləməyə başladığı anda sarı cisim hormon ifrazını dayanır. Ona görə E variantı olacaq cavabımız. Daha sonra insanda uşaqlıq borusunda baş verir. 1. Yumurta hüceyrəni qəbul edib uşaqlığı ötürmək, bəli. Dölün inkişafı, xeyir. Yumurta hüceyrənin spermatozoidlə mayalanması və ziqotun ilkin bölünməsi, bəli. Spermatozoida mayalaması, bəli. Yumurta hüceyrənin tam yetişməsi, bəli. Boruda gedən prosesdir. Rüşeymin uşaqlıq divarına yapışması, xeyir, bu da aiddir. Deməli, cavabımız 1, 3, 4 və 5. Ciftə aid olanları seçin. Deməli, cift döl dövrü başlayır, bəli. Hamilənin 3-cü ayından əmələ gəlir. Bəli, 2-ci ayın sonu, 3-cü ayda artıq yaranır. Əmələ gəlməsi ilə rüşeym dövrü başlayır. Xeyir, döl dövrü deyirik, başlayır. Döl ciftə birbaşa birləşir. Xeyir, birbaşa birləşmir. Ciyə vasitəsilə, göbək ciyəsi ilə birləşir. Bu da getdi. Deməli, cavabımız 1 və 2. Bir qadının 4 əkiz uşağı dünyaya gəlib. Tamam, simvolik olaraq 4 uşaq qeyd edirəm bura. Uşağı və bu da çıxıntı göbək ciyəsidir. Aydın olsun deyə belə edirəm. Və deyir ki, bunlardan üçündə yalnız X cinsi xromozom var. Tamam, deməli bu üçü qızdılar. Tamam. Yalnız X var. Yalnız X varsa, deməli bu birisində onda Y olacaq da. Yalnız üçündə X cinsi xromozom daşıyırsa, deməli biri XY-dir. Onda 2 dənəcə ciftimizin olduğunu bizə vurğulayır. Deməli bizim qızlarımız eyni yumurta əkizli bir ümumi ciftə bağlanıbdır. Oğlanımız isə ayrı ümumi bir ciftə. 2 dənə ciftimiz olmuş oldu. Daha sonra dünyaya gələn uşaqlar 2 ziqotdan inkişaf edib, bəli. Bir yumurta hüceyrə və bir spermdən, bir yumurta hüceyrə və bir spermdən, spermanın mayalanmasından yaranır, spermatozoidin mayalanmasından yaranmış olur. Bu düzgündür. İkinci, dünyaya gələn uşaqlardan birinin somatik hüceyrə nüvəsində 24 xromosom müxtəlifliyi var. Bəli, oğlanımızda 24 xromosom müxtəlifliyi var ki, bir dənə də oğlanımız var bizim. Mayalanmada iştirak edən cinsiyyət hüceyrələrinin 4-ünün qamçısı var. Xeyr, artıq biz gördük ki, şəkildə 2 cift var. Deməli, 3-ü eyni yumurta əkizi, biri müxtəlif yumurta əkizidir. 5 dənə də uşaq olsa, eyni yumurta əkizidirsə, bir yumurta hüceyrə və bir spermatozoidin mayalanmasından yaranır. Ona görə 2 spermatozoid görürük. Deməli, 3 düz olmayacaq. Mayalanmada iştirak edən cinsiyyət hüceyrələrinin 3-ünün qamçısı var. Dedik, xeyr, ikisinin qamçısı var. Ona görə cavab 1, 2. Birinci və ikinci. 39. Deməli, 49-cu sual. Əgər qadının hamiləliyin 5-ci ayındadırsa, tamam, 5-ci ayındadırsa və tamamlayıbdır və bunu tamamlayıb artıq 6-ya keçir, buna xüsusilə diqqət yetirək. Demək olar, bu fikir haqqında biz aşağıdakılardan hansıları deyə bilərik. Cift artıq 2 aydır hormon ifraz edir. Bəli, dedik 3-cü ayda əmələ gəlir və 4-cü ayda hormon sintez edir ki, 5-ci ayı da tamamlayıb. Deməli, bəli, 4-cü və 5-ci ayda artıq hamilə hormon sintez etmiş olur. Rüşeym mərhələsi 3 ay əvvəl bitib. Bəli, dedik 3-cü ayda əmələ gəlir, 4-cü ay, 5-ci ay döl dövrünə aiddir. İlk 2 rüşeym idi. Ona görə, bəli, 3 ay əvvəl bitmiş olur. Bu da düzdür. Hələ döl dövrü başlamamışdır, səhvdir. Zaten döl dövründəyik. Bir ay sonra cift hormonu ifraz etməyə başlayacaq. Dedik artıq 2 aydır ki, hormon ifraz etmiş olur. Keçdik 50-ci sualımıza. 50-ci sualımızda deyir ki, insanın göbək ciyəsi rüşeymi ciftə birləşdirir. Baxın, rüşeymi yox, dölü ciftə birləşdirir. Burada səhvə yol verilib. Daha sonra dölü ciftə birləşdirir. Bəli, uşaqlıq borusunun epitelindən yaranıbdır. Bəli.
Bir de uşaqlıq borusu deyil, bu uşaqlıq borusu deyil. Xeyr, uşaqlıq borusu deyil. Səhv elə bildim, uşaqlıq deyil, boru deyil. Burada artıq boru deyil. Deməli bu fikir səhv olacaq. 3-ü çıxırıq buradan. Deməli borudan yaranmayacaq, uşaqlığın özündən ciftdən yaranmış olur deyə. Dördüncü, döl dövründə fəaliyyət göstərir göbək ciyəsi. Bəli. Arterial qanı dölə daşıyır. Bəli. Venoz qanı dölə daşıyır. Yox, döldən daşıyır venoz qanı. Ona görə bu getdi. Cavabımız 2, 4 və 5-ci. Keçdik 51-ci sual. Bu sualla mənim üçün maraqlı idi. Düzdür, mənim üçün razı olmadığım bir nüans da var. Bilmirəm, müəllimlərin fikri nə olar. Deməli, burada deyir ki, sağlam bir qadın təqribən göstərilən yaşa qədər deyir, maksimum neçə ədəd yumurta hüceyrə yetişsin, ayama mayalanmamış olsun. Və yalnız bir dəfə hamiləlik baş verib 39 yaşlı bu qadında. Və deyir ki, bu yaşa qədər. Tamam, baxaq burada. 3 eyni yumurta əkizi yarandığına görə deməli bir dəfə hamiləlik baş verib. Bu etsi də eynidir. 9 ay müddətindədir. Ay başı da 30 gündür. Tamam, görək bu ildə neçə dəfə sikli görür? 365-i bölürük 30-a və buradan tapırıq. Kalkulatorda bölək. Deməli, buradan tapırıq 12. Deməli, 12. 12 elədi. Deməli, ildə 12 dəfə aybaşı görür bu qadın. 39 yaşlı qadındır. Belə də eləyə bilərik. 39 yaşa qədər dediyi üçün biz 38 yaş götürürük. Deməli, bu qadın 38 yaşına qədər görək neçə dənə yumurta hüceyrə yetişdirib. Biz bilirik ki, qızlar 10-12 yaşında artıq aybaşı sikli görməyə başlayır. Maksimum yumurta hüceyrə dediyinə görə biz ən tez başladırıq bu qızı aybaşına. Deməli, artıq bu 28 ildir ki, aybaşı görür. Və həmən aybaşı 28-i vururuq, ildə 12 dəfə görür. Görək 28 ildə neçə dəfə görmüş olar. Burada da neçə eləyir? 336. Tamam. 336 dəfə aybaşı görüb. Yəni 336 yumurta hüceyrəni yetişdirmiş olub. Tamam. 336 yumurta hüceyrəni yetişdirdi. Axı 39 yaşında bu qadın və hamiləlik keçirdibdi. Hamiləlik keçirdiyinə görə 9 ayında bunun 9 ayında burada yetişmə getməyəcək, heç yumurta hüceyrə yaranmayacaq, bizə yetişmiş və mayalanma olmamışını soruşur. Onda burada 9 ay var, yetişməmişdi. İlk 3, daha sonrası 3 ayında isə, çünki 1 ilin 9 ayında yetişmə olmayıb, amma 3 ayında yetişmə olubdu. 336-nın da üstünə gəlirəm, o axırıncı il yaşındakı, 39 yaşında yetişmə müddətini 3 ay aybaşı görməyə başlayır. O deyir 339. İndi burada maraqlı olan nədir? Belədir ki, aşağıdakı məsələdə də burada minimum sözü gedir. Şərtlər təqribən eynidir. Birində minimum deyir, birində maksimum deyir. Biz burada maksimum dedik, yaşı balaca götürdük və üstünə gəldik 39. Hamiləlik də 9 ay götürdük. Belə bir şey var ki, qadınlarda hamiləlik ayın başında, yəni 9 ay hamiləlik müddətindən elə ilk ayının, birinci ayın başlanğıcından hamilə qalır. Elə qadında var ki, ilk ayın sonunda, yəni ikinci aya keçəndə artıq ayın axırına yaxın hamilə qalmış olur. Ona görə biz bundan sonra demin bizə verəcəyi suallarda bu nüansı diqqətə alacaqmı? Çünki bu iki sualda o nüans diqqətə alınıbdır. Biz maksimum yetişmə deyiriksə, maksimum yetişmiş yumurta hüceyrə və amma mayalandırmayacaq. Ona görə biz 9 ay götürürük hamiləliyi. Minimum dediyi üçün isə biz bu müddəti artıq 10 ay hesablayacağıq. Çünki nəzərimizdə tuturuq ki, bu qadının da minimum deyirsə, minimum dediyinə görə az yetişdirmiş olsun. 10 ay götürəcəyin ona görə. İndi gəlin o məsələyə baxaq. Ümid edirəm aydın oldu. Və ya belə də eləyə bilərsiniz. 39 yaşındaydı qadın. Bunu bir də deyim bu yolu da. 39 yaşında qadındır. Çıxıram 10'unu, eləyir 29. 29'u vururam 12'yə, eləyir neçə? 300
Hə. Deməli 29-u 12-yə vurdum, kalkulyatorda 348 elədi. Və yaxud dedim axı 39 yaşında bu qədər aybaşı olar, amma artıq bu 9 ayını yetişdirməyibdi. Ona görə o 9 ayı buradan çıxıram. 348-dən çıxıram. 348-dən çıxıram, bu 9 ayı yetişməmiş olanı yerdə qalır. 339 yetişən yumurta hüceyrə sayını. Bu da ikinci bir yol, belə də edə bilərsiniz. Burada yaşa qədər dediyi üçün 38 yaşda götürə bilərsiniz. İndi 52-ci suala baxaq. 52-ci sualda deyir ki, 20 yaşına qədər deyim, minimum neçə ədəd yetişmiş yumurta hüceyrə olar, amma mayalanmasın. Bu da bir dəfə hamiləlik keçirdi və burada minimum neçə dənəsi deyirsə, onda biz maksimum hamiləlik götürərik. Minimum yetişir deyirsə, bu qızın aybaşı müddəti də biraz gec başlayır. Bu nə deməkdir? Yəni 20 yaşındadırsa, bu 19 yaşa qədər, yəni 20 yaşa qədər 19 yaş, ildə 12 dəfə görür. 19-dan çıxırıq, 12 yaşında başladırıq. Burada neçə ildir? 7 il. Deməli, 7 il aybaşı müddətindəymiş. 7-ni də vururuq 12-yə. 14, 84 elədi, düzdürmü? Deməli, bu qadın 20 yaşında, bu 19 yaşını tapdıq. Bu axırıncı ilinin 10 ayını hamiləliklə keçdiyinə görə yetişmə getməyəcək, amma ilk daha 2 ayında isə yetişmə baş verəcək. Minimum dediyi üçün minimum yumurta hüceyrə yetişdirməliyik. Mən belə başa düşürəm. Ona görə onu da üstünə gəlirik. O da eləyir 86. Bu dimdə yeni testlərdir. Digər yolla da eləyə bilərsiniz 52-ni və yaxud göstərdiyim 20-ni çıxa bilərsiniz, 12-sini 8-i, 8-i vura bilərsiniz və oradan 10-u çıxa bilərsiniz. Yəni birbaşa da bu cürdə eləyə bilərsiniz. Bu da bir yoldur. Yazılı olaraq 20-dən çıxaram 12-sini, 8 il, 8-i vuraram 12-yə, 16, 96, ondan çıxaram 10 ay dedim ki, o da elədi 86. Bu yolla da eləyə bilərsiniz. Yəni 2 yolla da gedə bilərsiniz. İndi ümid edirəm bundan sonra dimin testlərində bu nüansa diqqət eləyəcək görən onlar bunu. Çünki biz necə bilə bilərik bu qadın, yəni biz şərtdə bunu tələb edəcəklərmi ki, bizdə bu qadın ayın başında mı, yoxsa ayın sonunda mı hamiləlik keçirdir? Məsələlərdə yəqin ki, bu nüansa diqqət edərlər. Ona görə biraz çaşdırıcı suallar idi. Ümid edirəm anlaşıqlı izah etdiyim nəsə bir səhvə yol verdinizsə üzrlü sayın. Rəy bölməsində fikirlərinizi, iradlarınızı qeyd edə bilərsiniz. Sağ olun.